Salam, hər vaxtınız xeyir olsun. Mən FES Akademinin Riyaziyyat üzrə təlimçisi Ramizə Alışova. Bugünkü sualımız 4 sualdan ibarət. Monitorinqə düşə biləcək sual tipdə olan sualın izahı olacaq. İndi isə keçirik suallarımızın izahına. Birinci sualımız belədir. Vüqar 791 ağacı bir həftə ərzində bağda əkmək qərarına gəldi. O hər gün neçə ağac əkərsə bir həftə ərzində bütün ağacları bitirmiş olar. Biz ilk növbədə nə edəcəyik? 791 ağacımızın ümumi sayı nə qədərdir? 791. Yazırıq 791. Bizim bir həftəmiz neçə gündən ibarətdir? 7 gündən ibarətdir. Bir həftəmizin bir həftədə olan günlərin sayına bölsək 791-i biz biləcək ki, hər gün neçə ağac əkib Vüqar. 7-nin içərisində 7 bir dəfə yerləşir. 7-dən 7 çıxacaq, qalacaq 0. 9-u düşürdürük aşağı. 9-un içində 7 bir dəfə yerləşir. 9-dan 7 çıxırıq, qalır 2. Burada 1 qalıb, 1 gətirir 2-nin yanına. 21-in içində 7, 3 dəfə. Cavab eləyir 113. Variant olacaq A variantı 113. Sən demə bir həftə ərzində hər gün 113 ağac əkərsə Vüqar, bir həftə ərzində bu ağacların hamısını əkib bitirmiş olacaq. İndi isə keçirik ikinci sualımıza. İkinci sualımıza baxırıq. Abaqda təsvir olunmuş ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırsaq hansı ədədi alarıq? Birinci abaqda təsvir olunmuş ədədə baxırıq. Minliklərinin sayı nə qədərdir? 5. Yazırıq minliklərinin sayına 5. Yüzlüklərinin sayına baxsaq, görərik ki, yüzlüklərinin sayı 1, 2, 3, 4, 5, 6 dənə də yüzlük sayıdır. Yüzlüyün də sayına yazırıq 6. Onluqlarının sayına baxsaq 3 onluğu var. Təkliklərinin sayına isə baxsaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə də təkliyi var. 9 dənə də təkliyin yazırıq, qeyd edirik təkliyin yerinə. Və bizə deyir ki, bunu yuvarlaqlaşdıraq yüzlüklərə qədər. Biz də bilirik ki, yüzlük mərtəbəsi burada 6-dır. 6-dan sonra 3 gəldiyi üçün 6 olduğu kimi qalacaq. Biz 5 ilə minlik mərtəbəsindən heç bir işimiz olmadığı üçün minlik mərtəbəsinin olduğu kimi yazırıq. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 6-dan sonra gələn ədədə baxırıq. 3 gəlirsə 6 olduğu kimi qalır, yəni artmır. Özündən sonra gələn 2 dənə ədəd də 0 ilə əvəz olunur. Sən demə 5639 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırsaq 5600 alınacaq. Cavab variantına baxırıq. Variant olaraq D variantını qeyd edəcəyik. D variantı bizim doğru cavabımız olacaq. İndi isə keçirik 3-cü sualın izahına. 3-cü suala baxırıq. 3-cü sualda bizə deyir ki, düzbucaqlı formalı bağın eni 75 metr, uzunluğu isə bundan 2 dəfə çox olan bağın sahəsini və perimetrini tapın. Biz düzbucaqlı formalı bir düzbucaqlı çəkirik. Düzbucaqlının bizə enin verib 75 metr. Yazırıq 75 metr. Uzunluğu isə bundan 2 dəfə çox. 75-dən 2 dəfə çox 150 metr. Yəni 75-i 2-yə vuracaq. Edəcək 150 metr. Sən demə bağımızın uzunluğu da 150 metrdir. Biz birinci bunun sahəsini, sonra isə perimetrini tapacaq. Sahəsini tapmaq üçün biz bilirdik ki, S bərabər 150 metr, yəni uzunluq vurulsun eninə, yəni 75 metrə. Bu da bərabər olacaq 11250 kvadrat metr. Bərabərdir 11250 kvadrat metrə bərabər olacaq sahəsi. Və bizdən tək sahəsini yox, həm də perimetrini istəyib. Biz perimetrini tapmaq üçün demişdik ki, P bərabər E'nin üzərində düzbucaqlının perimetrini tapmaq üçün düsturu yadımıza salırıq. N'lə uzunluq toplanıb 2-yə vurulur. E'nin nə qədər idi? 75 metr. Uzunluq nə qədər idi? 150 metr. 75 metrlə 150 metri toplayıb biz 2-yə vurmalıyıq.
75-in üstə 150 gələndə edir 225 metr. 225 metrdə 2-yə vursaq edər 450 metr. Və bizim sahəmiz oldu 11250 kvadrat metr, perimetrimiz isə oldu 450 metr. Variant olaraq A variantı bizim doğru cavabımızdır. İndi isə keçirik 4-cü sonuncu suala. 24355-dən sonra gələn ilk iki ardıcıl cüt ədədin cəmini 6 dəfə azaltmağımızı istəyir. 24355-dən sonra gələn ilk iki ardıcıl cüt ədəd 24356 və 24358. Və bunların cəmini biz 6 dəfə azaltmalıyıq. İlk öncə biz bunun cəmini tapırıq. 6 üstə 8, 14, 4 yazırıq. Bir yadda 5 üzərinə 5, 10, bir də yadda 11. 1 yazırıq. Bir yadda 3-ün üzərinə 3 gəlirik. 6, bir də yadda 7. 4-ün üzərinə 4 gəlirik. Edir 8. 2-nin də üzərinə 2 gəlirik. Edir 4. Və biz bunu 6 dəfə azaltmalıyıq. 4-ün içində 6 olmadığı üçün 48-in içində 6, 8 dəfə. 6, 8-im 48. 0 qalır. 48-dən 48 çıxanda 7-ni düşürük aşağı. 7-nin içində 6 bir dəfə. 7-dən 6 çıxırıq. Qalır 1. 1-in yanına digər yuxarıdan 1 gətiririk. 11-in içində 6 bir dəfə. 11-dən 6 çıxırıq. Qalır 5. Yuxarıda 4 qaldığı üçün 4 də gətirdik 5 yana. 54-ün içində də 6, 9 dəfə yerləşir. 9 6 54, 54-dən də 54 çıxanda cavab qalır 0. Bizim cavabımız olacaq 8119. Yəni 24355-dən sonra gələn ilk iki cüt ardıcıl ədədi toplayıb 6-ya bölsək 81119 cavabı 8119 cavabını almış olacaq. Cavab variantımız olacaq B variantı 8119.